Gənclər necəsiniz? Ümid edirəm ki, hər kəs yaxşıdır. Bugünkü dərsimizdə 24.05.2026-cı ilin ikinci qrupların tarixindən blokuna baxacağıq. Başlayaq birinci sualdan. 13-cü əsrin 30-cu illərinin sonu. Söhbət gedir 1237, 39 və 50-ci illərin ortaları. Azərbaycan tarixi üçün səciyyəvidir. Cavabı çox asandır. Ali Monqol xaqanlığının canişinləri tərəfindən idarə olunmaq. Bildiyiniz kimi Monqollar Azərbaycan ərazisində yürüşləri olmuşdur. Birinci yürüşə baxacaq olsaq, yandan baxaq elə. Birinci yürüşdə Cəbə və Sabutayın başçılığı ilə baş vermişdi. Kəşfiyyat xarakterli idi. Sadəcə 3 dənə ərazimiz istisna olmaqla bütün hər bir yeri ələ keçirməyi bacarmışdılar. Təbriz, Gəncə və Dağıstan ərazisini. İkinci yürüşlərində isə onların əsas niyyəti hər yeri ələ keçirib dağıdıb tökmək idi. Bunu da bacarmışdılar və buranın idarəsini Arquna tapşırmışdılar. Bu proses davam eləyir Hülakü'nün 3-cü dəfə Monqollar arasında hücuma keçməklədir. Çünki burada Hülakü artıq öz dövlətini yaradacaq və bu 5-ci Monqol ulusudur. Bunun əslində qalsa yaradılmaq kimi bir niyyəti yox idi. Bunu mən sizə Monqollar dərsinin izahını daha ətraflı formadan deyəcəyəm. Keçək ikinci suala. Silindi. Bir dəqiqə, ikinci suala keçək. Cavab burada adı niyə belə oldu? Davam edək ikinci sualına. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illər Albaniya dövləti üçün səciyyəvidir. 640-lardan fərqli olaraq 650-lərdə. Bizansla bağlı nəsə var? Bizans İmparator İttifaqının yaradılması. Söhbət gedir Cavanşirin hakimiyyət dövründən. 654-cü ildə bildiyiniz kimi Cavanşir Bizans xəlifəsindən diplomatik münasibətləri olmuşdu. Buna görə cavab C variantıdır. Rahatdır. Keçək ikinci sual. İkinci Qarabağ müharibəsi və birinci Qarabağ müharibəsi bəzən sxematika şəklində verilə bilər. Amma bir dənə sual mütləq şəkildə qəbulda ikinci Qarabağ müharibəsindən sizə düşür. Diqqətli olun. Və sizə isə aid deyil istəyir. Baxaq, Qarabağ mücrüsü adlanan plan ordumuzun canlı qüvvə etkisinin minimuma endirilməsi. Bu tamamilə düzgündür. Çox asandır və çox maraqlı bir nüansdır bu. Bunu mən sizə Qarabağ dərsinin keçində yenə ətraflı formadan deyəcəyim. Azərbaycan iqtisadçılığının pilotsuz uçuş aparatları düzdür. Hadrut qəsəbəsinin azad edilməsi düzdür. Hadrut Şuşa istiqamətində olan döyüşümüzün adıdır. BMT Təhlükəsizlik Şurası ölkəmizin əleyhinə çox asan bir sual düşübdür əslində. Əleyhinə yox, əlbəttə ki. Çünki 2-ci Qarabağ müharibəsi zamanı hər kəs bizim haqlı müharibəmiz olduğu üçün bizim tərəfimizdə idi. Bəzi dövlətdə istisna olmaqla. Aldadıcı taktikada Ermənistan hava hücumundan müdafiə sisteminin məhv edilməsi çox düzdür. Bu mənim 2-ci Qarabağ müharibəsi zamanı ən sevdiyim nüanslardan da biri deməz. Keçək 4-cü suala. Xəritə ərazisində uluzla qeyd olunan rayona aid olanları səndən burada düzgünləri, yəni bizdən pilotları seçməmizi istəyir. Xəritədə işarələnən ərazi Kəlbəcər rayonudur. Aşağı Zəngilan, Qubadlı, Laçın, balaca ərazi Şuşa, nəysə. Bizdən Kəlbəcər istəyir. Birinci baxarıq 1-ə. Nə yazıq burada? Ərazisində paleolit dövrünə aid qədim yaşayış abidəsi yerləşir. Bu düzdür. Bu düzdür. 8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad edilmişdir. Kəlbəcər, Laçın və Ağdam rayonları 18 noyabrdan yox, 10 noyabr bəyanatına əsasən geri qaytarılmışdı. Neydi onun adı? Ağdam 20 noyabr tarixinə qədər geri qaytarılmalıydı. Kəlbəcərə demişdilər ki, 15 noyabr tarixində geri qaytarsınlar. Lakin əlverişsiz hava şəraitinə görə Azərbaycan dövləti ermənilərə plus 10 gün əlavə vaxt verdiyi üçün Kəlbəcər rayonu işğaldan 25 noyabr tarixində geri qaytarıldı. Yəni sizə saydım bu 3 dənə ərazi bəyanatla geri qaytarılıbdı. Buna görə 2 səhvdir. 2-nə çıxaq biz cavablardan. 3-ə baxaq. Orta Tunc, Göytəpə, xeyir. 3-ü çıxırıq biz. Ərazisində erkən Tunc, Sərkərtəpə, xeyir. 4-də çıxırıq. Sizə dediyim 2020 noyabrın 25 düşmənin azad edilməyi düzdür. 1-dən 5. Cavabımız burada B-dir. Keçək 5-ci suala. 19-cu əsrin 80-ci illərində Şimali Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi idi. Söhbət gedir 1800 Abidə diqqətli olun. Buradan sizin iqtisadiyyat istəyirəm. Bu tip suallarda xüsusi olaraq çalışın diqqətlə yanaşın. Baxaq. 5-də deməli, Bakı Tiflis dəmir yolu xəttinin işə salınması.
Cavab E idi. Rahatdım. 6. Heylervin diaqnozisinə uyğun bəndlər Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski bu şəxslərin hamısı 1-ci Dünya müharibəsində iştirak edən şəxslərdirlər. İkinci şansı mən baxmamışam. Abituriyentlərimi yola salandan sonra ikinci şansı baxmamışdım. Bilmirəm orada 2-ci Dünya müharibəsi düşdü ya düşmədi. Amma 2027-ci ildə düşmə ehtimalı olan tipdədir. Çünki burada 1-ci Dünya müharibəsi düşmüşdü. Yəni çalışın bunların hamısını əzbərləyin. Nəysə. Baxaq. Birinci aya baxırıq. Yeganə yavər ifadəsini görən kimi, abituriyentlərimə də bildirdiyim kimi verirsiniz Naxçıvanskiyə. Necə demişdim mən bunu abituriyentlərimə yadlarında saxlasınlar. Naxçıvanski. Heydər Əliyev əlaqəsi yoxdur, bilirəm. Amma abituriyentlərimə bu formada deyirəm. Yadlarında saxlasınlar və həqiqətən də o formada olanda onlar düz yazırlar, yazmışlar da. Heydər Əliyev Naxçıvanda dünyaya gəldi. O Naxçıvanda dünyaya gəldiyi üçün, yəni bu tip ifadələri yeganə yavər, müsəlman adlarını demişdim ki, verin siz sırazı görəndə Naxçıvanskiyə. Buna görə siz 3-ə A-nı verirsiniz. A qalır. B-ni təmizləyirsən, C-ni təmizləyirsən, Y-ni təmizləyirsən. Sənin avtomatik olaraq əlində A və D variantları qaldı. Baxaq B-yə. 1-ci müharibəsi düzdür. 4-də sən B-ni verirsən. Zaten ortaqdır. Baxaq C-yə. Rusiya paytaxtının toplarla müdafiəsinə rəhbərlik eləyən əlbəttə ki, Əliağa Şıxlinskidir. Birinci şəxs məhz budur. Cavab qaldı D variantı. Baxaq D-yə. Hərbi təyyarəçimiz İbrahimdir. Çıxırsan D-ni, yəni heç birinə aid deyil. Döyüş şücaətinə görə brilyantlarla bəzədilmiş Georgi silahı aiddir Səməd bəy Mehmandarova. Çıxaq bunu. Yəni verək 2-yə. Keçək Heydər Əliyevin 1-ci prezidentlik dövrünə aid olan xüsusiyyətlərə. Baxaq. Yəni bunu silim mən. Aha. Dəqiqə, niyə belə oldu? Söhbət gedir 93, 98-ci illərdən. Bizdən isə aid olan, yəni düzgün fikirləri istəyir. Baxıram. Horadiz və torpaq islahatı haqqında qanun. Cavab 2-dən 3-dür. A variantı. Rahat dərsində qalsa. Azərbaycan Respublikasının BMT-yə üzv olunması. Biz BMT-nin üzvlüyünə keçmişdik 92-ci ildə. 4-ü sən buna görə çıxmalısan. 4-ləri təmizlə. Zaten 2-dən 3-dür. Çox rahat bir nüansdır bunlar. Və manatın da dövrəyə buraxılması 92-ciildədir. Keçək 68-ci suala. Xronologiya bizdən burada istəyir. Hansıların yeri dəyişdirilsə, düzgün xronologiya yenidən restavrasiya olunar formasındadır. Baxaq 1-ə. Pişəvərin başçılığı milli hökumət. Pişəvəri adını görən kimi verirsiniz 2-ci Dünya müharibəsinin, 2-ci Dünya müharibəsinin, Xiyabani isə 1-ci Dünya müharibəsinə aiddir. Pişəvəri bir dəqiqə 45 dekabr 12-si. Xiyabani başçılığı ilə milli hökumətin yaradılmasını istəyir bizdən burada da. Bu da 1920-dir. 1-dən 2-dir səhv etmirəmsə. Davamına da baxaq. Dünyada ilk dəfə Azərbaycan açıq dənizin neft çıxarılmasına başlanılması. Dünyada ilk dəfə olaraq Azərbaycan neft çıxarılmağa başlanılacaq. 2-ci müharibəsindən sonra 1946-49 tarixlərində. Azərbaycan SSR Konstitusiyanın dövlət dilinin Azərbaycan dili olması haqqında maddənin əlavə edilməsi də 50-ci illər İmam Mustafayevin dövrünə aid bir ifadədir. Buna görə siz 1-dən 2-ni yeni dəyişdirməlisiniz. Keçək 69-cu suala. 1500-cü ildə Caban adlı yerdə baş verən döyüşdə Şirvanşah Fərrux Yasar məğlubiyyətə uğradıldı. Söhbət gedir Səfəvilər dövlətindən. Verilən proseslərin nəticəsində isə Əlvənd Paşala Səfəvilər arasında döyüş baş verdi. Rahat nüanslı. Dövləti yaratmaqları üçün onlar Əlvəndə qalib gəlməlidirlər. Cavab B-dir. 70-ci suala baxaq. Almaniya 26, Türkiyə 32-ci illər Millətlər Cəmiyyətinə daxil olmaq. Başqa bir uyğun il yadıma gəlmir. Baxın, var belə bir cavab. Y variantı. Keçək 71-ci suala. Əsas kəngərli başçı qoyulmuş bu xanlıq Zəngəzur Araz çayı 80-ci ilin xanlıqlar hakimiyyəti ki, daha da gücləndi. 2-ci Rusiya müharibəsi zamanı Rus qoşunları tərəfindən işğal edildi. Mətndə haqqında İrəvan xanlığı ümumi cəhətləri söhbət gedir Naxçıvan və səndən İrəvanla ümumi cəhətlərini istəyir. Baxaq. Müəyyən müddət Qarabağ xanlığının asılı vəziyyətdə olmaq 1. Georgiyevski çıx. Çuxursat bəylərbəyliyi 1-3. Türkmənçay müqaviləsi Qacarların tərkibində qalmaq səhvdir. Cavab E. Türkmənçayda Qacarlardan bu ikisi getmişdi.
Cavabına görə 7. Keçək 72-ci suala. Mənim ən sevdiyim mövzulardan biri olan AXC-dir. Uyğunluğu yəni bizdən burada da üstəgəlləri istəyir. Baha birinci 1-ə. Müəssislər Məclisinin seçkiləri haqqında əsasnamənin qəbul edilməsi parlamentin fəaliyyət başlaması nə əlaqə? Bir tamamilə səhvdir. Billər çıxaq biz cavablardan. Bakının işğaldan azad edilməsi Milli Şuranın fəaliyyətini dayandırması. Xeyr. 2-ni də çıxaq. Cavab qaldı D variantı zaten. Mudros barışığı Osmanlı hərbi qüvvələri Naxçıvanı tərk elədilər. Bu var idi. Ruslan Rzayev kitabında Bakı hansı idi o deyəcəm indi sizə. Gəncə ilə Bakı dövrləri arasındakı olan proseslərin siyasətini vermiş. Bu cümlə Azərbaycan tarixində gedibdir. Əskərin yaxınlığı milli ordumuz sizə erməni dəstənin məlubiyyətə uğratması. Bu da düzdür. Mən buna abituriyyentlərimə keçdiyim zamanda bildirmişdim ki, 1-ci və 3-cü respublikamızda ortaq cəhəti kimi sizə əskərin döyüşlərinə qələbəni verə bilərlər. Keçək 73-cü suala. Bunu bilmirəm niyə, amma abituriyyentlərin əksəri səhv yazmışdılar. Əksəriyyətdə düz yazmışdılar, düzdür. Amma aslında qalsa rahat bir sualdır. Azərbaycanda xilafət dövründə olan vergiləri sizdən istəyir. Gənclər burada. Xəracla cizyəni siz burada seçməlisiniz. Burada başqa bir şey yazmışlar. Hazır yadımda deyil. Yəni rahatdır. Xəracla cizyə. Cavab aldı. Əzbər nüansdır. Keçək 4-ə. Xəritdə rəqəmlə verilən ərazilər üçün doğru olmayan fikri səndən istəyir burada. Baxaq. Franko hökmdarı Ludwig tərəfindən işğal edilməsi. 2. Burada bu İtaliya. Məşhur Sapaşkidir. Amma Franko hökmdarı Ludwig isə Qaliya. Fransa ərazisidir. Yəni burada İF, Fransa. Bura seçilməlidir. Bura İngiltərə, bura İspaniya, bu isə Almaniya olacaq. Bu formada. Bura Konstantinopol. Belə. Cavab buna görə C-dir. Keçək 5-ə. İkinci minilliyin sonlarında Mikena mədəniyyətinin məhv olmasının səbəbi əzbər cümlə doğruların gəlməsidir. Keçək 6-ya. Uyğur dövlətini 2-ci Göytürk dövlətindən fərqləndirən xüsusiyyətlərini istəyir səndən. 40-cı illərini sübut eləməkləri. Rahat nüansdır. Bir də ki, Tibetləri məğlub edərək Çindən qovmaqları. 3-dən 5-dir cavab C-dir. Türk mənşəli sual ikisinin ortaq cəhəti. Çin üzərində yürüşlər 2-ci Göytürkdən söhbət gedir. İkisinin ortaq cəhətidir. Hökmdarlar Xaqan titulu Göytürkdə zaten var idi bu. 7-yə baxaq. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdəki məqsədi Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək. Cavab D variantdır. Burada Mərkəzi Asiya yazanlar da var idi. Mərkəzi Asiya ilə Pompeyin əlaqəsi yoxdur gənclər. Albaniya Qaradəniz sahilində olandı. Yəni bildiyiniz kimi Azərbaycan Pasiyan İpək yolu, ticarət yolları ilə məşhur olan bir dənə ərazi oldu. Siz buna heç vaxt Mərkəzi Asiya adını verməyin. Keçək 8-ə. 20-ci əsrin 20-ci illərinin sonu SSR və 20-ci əsrin 50-ci illəri Çin tarixi üçün ümumi cəhət və ya da cəhətləri istəyir. Bunu da səhv yazanlar var idi. Zoraki kollektivləşmənin həyata keçirilməsi. 2-ni seçirsiniz siz. SSR-də Stalin dövrü, Çində isə Mao Tse-Tung dövrü, ən bərbad dövrlərin siyasının densiyyət və hakimiyyətə gəlməyinə qədər olan proseslərdən söhbət gedir. Totalitar rejimin yumuşadılması heç vaxt ola bilməz. Biri sən avtomatik olaraq təmizləyirsən. Burada 3-ü yazanlar var idi, səhv etmirəmsə. Hərbi kommunizm siyasətinin tətbiq edilməsi. Bu əksəriyyətlə ifadədir gənclər. Siz bunu, bu ifadəni götürüb Çinə verə bilməzsiniz. Biz Çində sizdən hərbi kommunizm, sənayeləşdirmə və s. keçməmişik çünki. Buna görə cavab burada 7. Keçək 9 hardadır? 9-a. Az qalıb. Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aid deyil, sultan titulunun qəbul edilməsi. Bu qardaşına aiddir. 80. 19-cu əsr 2-ci əsr Şimali Qafqazda Mərkəzi Asiya tarixinə aid ümumi cəhət Rusiya dövlət tərəfindən işğal edilməsi. Bu da çox rahatdır. Yəni əzbər, sual oxuyan kimi cavab deyir ki, mən buradayam da. Heç variantlara baxmadan belə tapmaq olur. İkinci yarım 51:00-dır. Şimali Qafqazdan söhbət gedir. Mərkəzi Asiya tarixi üçün də ortaq cəhət olaraq siz Rusiyanı buranı tamamilə məhv eləməyi deyə bilərdiniz. 1-ə baxaq. Yəni 81-ə. Böyük Hun dövlətinin 50-ci illər üçün ümumi cəhəti 2 yerə parçalanması. Cavab aldı. 82. 16-cı əsrin 2-ci yarısı Osmanlı dövləti üçün səciyyəvi idi. 16-cı əsrin 2-ci yarısı 1551 16-cı əsr 1600.
Osmanlı üçün səciyyəvi olan xüsusiyyətimizi biz yazacağıq. Səfəvilər dövlətinin yeni müharibəyə başlanması. Rahatdır. Necə deyəcəkdim? Cümləmi unutdum hal-hazırda. Hə, bildiyiniz kimi 55-ci ildə Amasya sülhü imzalandı və siz mənə sual verirsiniz. Axı Amasya sülhündən sonra hanı yeni mərhələ? Çox rahatdır əslində qalsa. Cümlə gedirdi. Məhəmməd Xudabəndənin dövründə xəzinə boşalmışdı, həyat yoldaşı birləşdirmək istəyir dövləti öz ərazisi, öz dövləti ilə. Buna görə ki, buna istəyir Osmanlı hökmdarı 3-cü Murat hücuma keçdi. Çıldır döyüşü baş verdi, nə bilim, Abbasın hakimiyyətə gəlməyi olsun, İstanbul müqaviləsi, Sufyan döyüşləri və s. En qədər var. Aha, neolit və enolit açıq sualların siyasətinə gəlibdir. Rahatdır onda. Oxşarları, yəni səndən burada piluslar istəyir. Baxaq. Əkinçilikdə toxadan istifadə 1. Neolitdə başlayıb enolitdə də davam eləyir. İlkin şəhərlər Tuncdadır, çıx. Saxsı qablar neolitdə varsa enolitdə davam eləyəcək. Süni suvarma sistemi Tuncdadır, çıx. Təsərrüfatda daş ömür boyu olubdur. 1, 3, 5. 84-ə baxıram. Uyğunluq. Bizdən də burada piluslar istəyir. 11-ci ildə Purut çayı sahilində sülh müqaviləsinin imzalanması Rusiya Azov qalası Osmanlı dövlətinə qaytardı. Bu tamamilə düzgündür. Çünki bildiyiniz kimi bu zaman Pyotr əsir düşmüşdü. Lakin 3-cü Əhməd qarşısındakı şəxsin Pyotr olduğunu bilmədiyi üçün onu azadlığa buraxmışdı. Və bundan əlbəttə ki, daha da çox ruhlanan Əhməd başlayacaq Venesiya və Avstriya üzərinə hücuma keçib, əlbəttə ki, məğlub olacaq və Balkanlarda xeyli ərazidə itirəcək. Ruslar da sırf Pyotr canlı qurtarmaq üçün Azov qalasını yenidən bunlara, yəni Osmanlıya verəcək. 2. 83-cü ildə Parisdə sülh müqaviləsi İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. Rahatdır. İstiqlaliyyət müharibəsi, yəni birinci istiqlaliyyətin nəticəsini istəyir qısaca. 1-2. Nesbi ABŞ-da istiqlaliyyət bəyannaməsi nə əlaqə? Çıxırsam 3-ü. İkinci Yekaterinanın hakimiyyətə gəlməsi Rusiyada mütləqiyyət quruluşu zəifləmir, tam əksinə güclənir. 4-ü çıx. 17-ci əsrdə 30 illik müharibə baş verməsi, Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçməsi. Bu da cümlələrin nəticələrin siyasətində verilmişdi. 1-2-5-dir buna görə cavab. Keçək 5-ə. Rəvvadi dövlətinin Şirvanşahlar dövlətindən oxşar. R-la bərabərdir Şirvanşahlar. Amma Salarilər dövləti ilə, Salarilərlə fərqli xüsusiyyət istəyir. Baxıram 1-ə. Ərəb mənşəli sülalələrin idarə edilməsi. Şirvanşahlar da Rəvvadilərdən. Hər ikisi ərəbdir. Amma Salari və Sacilər türkdülər. Ona görə mən cümləmi deyirəm yenidən. Salari və Sacilər ilk türk dövlətdir ki, bütün Azərbaycanı vahid halda birləşdiribdir. Birinci Saci, sonra isə Salaridir. Biri seçirsən buna görə. 2. Böyük Səlcuq dövlətindən asal düşməkləri. Düzdür. Şirvanşahlar 66-da, Rəvvadi və Şəddadi isə 54-cü ildə. Salari və Sacilər Səlcuqluların bura gəlməyini görməyibdir. 1-2. Cavab zaten qaldı. 4 dənəli cavablarda 2 dənə cavab çıxır. Tək-tük hallarda 1 dənə cavab çıxır. Heç vaxt 3 dənə cavab çıxdığını görməmişəm mən. 4 dənəli cavab var. 2 dənə cavab çıxır. 3. Slavyanların hücumu Salari hökmdarı Mərzban Məhəmmədin dövründə Bərdə faciəsi baş vermişdi. Yəni bu Salarilərdə var. Düşür çıxırsan, Dəbil əmirliyini Şirvanşahlar dövləti özünə birləşdirə bilməyibdi. Buna görə 4-də çıxırsan. Keçək 6-cı suala. Xronologiya. Mən abituriyentlərimə də bildirdiyim formanı sizə deyirəm. Əgər ki, illəri yadınızdan çıxartdınızsa, kitab arıcılığından gedin. Yəni hər tərəfə zaten bunu ili yadından çıxartsa, avtomatik kitab arıcılığını yadında saxlayıb düzgün formadan yaza bilirsən. Birinci başlayırıq 2-dən. Böyük Səlcuq dövlətinin paytaxtının Rey şəhərinə köçürülməsi. 11-ci əsr. 2. Daha sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakı şəhərinə köçürüləcək. 12. 2-1. Osmanlı dövləti 14-cü əsrdə yaranıbdır. Sonraki proses budur. Yəni Orxanın dövründə Bursaya köçürüləcək paytaxt. 2-1-4. Teymurilər dövlətinin paytaxtı Herat, Teymurilər dövləti elə 16-da yaransın ki, paytaxtlar sonradan köçürülə bilsin. Buna görə cavab da 2-1-4 şəklindədir. Otluqbeli və Mərv döyüşlərini istəyir sizdən. Baxaq. Otluqbeli Osmanlı dövləti və Ağqoyunlu dövləti. Mərv döyüşü isə Səfəvi dövlətidir. Rahat sualdır əslində qalsa. Yəni indiyə qədər düşən bəlkə də ən asan, nə deyirlər ona, uyğunluq sualı idi bu. Osmanlı dövləti ilə Ağqoyunlu dövlətləri bir-birlərini qırırdılar. Amma diqqətli olun, məsələn, burada düşsə idi ki,
Muş döyüşü. Əgər burada Muş döyüşü düşsəydi, siz bura sadəcə B-ni verə bilərdiniz. D-ni verə bilməzdiniz. Çünki bu zaman Ağqoyunlular dövlət deyildilər. Yəni suala diqqətli olun. Başa düşdünüz? Ümid edirəm ki, başa düşdünüz. Sual var, yoxdur. Özünüzə yaxşı baxın.